Bugünkü verilişimizdə sözün dəyəri mövzusunu qonağımız ilahiyyatçı xanım Fatimə Zəhra məscidinin imam müavini Fərid Qasımzadə ilə birgə müzakirə edəcəyik. Müəllim, xoş gəlmisiniz. Necəsiz? Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adı ilə mən də sizi salamlayıram. Çox təşəkkür edirəm. Yaxşıyam, yaxşı olasınız. Biz təşəkkür edirik. Peyğəmbərimiz sallallahu buyurur: sözdə sehrləyən bir qüdrət vardır. Fərid müəllim, söz necə bir məfhumdur və İslami baxımdan dəyəri nədir? Çox təşəkkür edirəm. Çox önəmli bir mövzudur. Söz hər şey deməkdir. Allah mütəal vahid qüdrət sahibidir və ən qüdrətli olandır. Söz Allahın qüdrətinin ən böyük nişanələrindən biridir ki, Allah hər bir şeyi xəlq edəndə ona ol deyib. Bu deməkdir ki, sözün özünün görün nə qədər dəyəri var Allah yanında. Və siz baxsanız, Allah mütəal Qur'an-ı Kərimdə bəndələrinə də bildirir ki, Bismillahirrahmanirrahim və qul li-ibadi yaqulullati hiyə əhsən. Bildirir ki, mənim bəndələrimə söylə ki, onlar sözün ən gözəlini söyləsinlər. Bu, sözün özünün nə dərəcədə önəmli olduğunu göstərir. Və siz baxsanız, Məhəmməd Füzulinin çox gözəl bir beyti var. Deyir ki, artıran söz qədrini, sidqi ilə qədrin artırar, kim nə miqdar olsa əhlin eylər ol miqdarı söz. Başqa bir qəzəlində də deyirdi ki, söz candır əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can. Yəni bu sözün dəyərini göstərir. Və bundan da əlavə olaraq siz diqqət etsəniz, söz hər bir şeyin əsasıdır. Biz özümüzü onunla ifadə etmiş oluruq, onunla özümüzü ifadə etməklə yanaşı, hər bir mənada varlığımızı bildirmiş oluruq, mövcudiyyətimizi bildirmiş oluruq. İslam dinində də sözə çox önəm verilir və eyni zamanda söz məfhumu sadəcə kəlmə yığını deyil. Siz hətta baxsanız, İslam dinindən əvvəldə belə cahiliyyə dönəmində, hətta ərəb toplumunda ukaz məsələni, yarımarkaları təşkil olunurdu və həmin yarımarkalarda hər bir tayfanın şairi öz şeirini bildirmiş olardı. Bir tayfanın şairi, digər tayfanın şairi ilə sanki belə desək, öz şeirlərini deyərdilər və onlar arasında seçim olardı ki, hansı məsələn daha yaxşı şeir demiş oldu. Bu özü ümumilikdə sözün önəmini göstərdi. Qur'an-ı Kərimlə isə Allah mütəal bəşəriyyətə sözlərin ən gözəlini göndərmiş oldu ki, sözlərin ən gözəli Allah kəlamıdır və özünü Qur'an-ı Kərimdə göstərmiş oldu. Və siz baxsanız, Qur'an-ı Kərimdə Allah kafirlərə meydan oxuyarkən bildirir ki, sizin qüdrətiniz varsa, siz də bu kitabın mislində, yəni ayənin mislində bir ayə gətirin ki, edə bilməzsiniz. Bu özü sözün nə qədər xüsusi bir məhfum olduğunun göstəricisidir ki, Allah onun vasitəsilə insanlara meydan oxumuş olur ki, siz edə bilərsiniz, edə bilməzsiniz əlbəttə. Bu sözün önəminin göstəricisidir. Hətta İmam Əli əleyhissalamdan belə bir hədis var. Deyir, insan söz vasitəsilə dilinin altında öz ağlını bildirir. Bəli, bəli. Bu ifadə Həzrəti Əmir əleyhissalam buyururdu ki, dilin sənin ağlının tərcümətçisidir. Yəni sən dilinlə ağlında olanları ifadə etmiş olursan və dilin sənin ağlında olan anlayışları, gedən o düşüncələri ətrafa tərcümə etmiş olur. Və başqa bir məfhumda da biz görürük ki, hətta siz baxsanız, insanın dili onun qəlbinin aynası olur. Əlbəttə, biz səmimi insandan danışırıq. Qeyri-səmimi insanın sözü heç bir zaman onun qəlbinin aynası olmaya da bilər. O sözü ilə özünü gizlətmiş də ola bilər. Söz istifadə etməsini bilən üçün mükəmməl bir silahdır. Onunla könül almaq da mümkündür, könül sındırmaq da. Fərid müəllim, İslam dinində insanın sözlərinə diqqət etməsi, onları seçərək və ehtiyatla ifadə etməsi tövsiyə olunurmu? Əlbəttə. Siz Qur'an-ı Kərimə baxsanız, Qur'an-ı Kərim insanın yaşanması üçün hər mənada bir, belə desək, praktika və düstur təqdim edir. Eyni zamanda insanın danışmasına da diqqət edir. Necə ki, Qur'an-ı Kərim insanın yol yeriməsinə də vurğu edir. Necə danışmalıyıq? Biz əlbəttə situasiyaya, yəni şəraitə uyğun olaraq danışmaq baxımından danışarkən necə olmalıyıq? Bir çox cavablar var. Təvəzzükar olduğumuz kimi təvəzzükar danışmalıyıq.
mülayim danışmalıyıq, təmkinli danışmalıyıq. Amma ən əvvəl doğru danışmalıyıq. Doğru danışırıqsa, əlbəttə təmkinli olmağımızın da, mülayim olmağımızın da bir mənası var. Danışdığımız doğru deyilsə, danışdığımız həqiqət deyilsə, əməlimizdə yoxdursa, bəli, əgər danışdığımız doğru deyilsə, həqiqət deyilsə, biz sözə zülm etmiş oluruq. Nə çox adam var ki, onlar yaxşı danışırlar, bəzəkli danışırlar. Amma doğrunu danışmırlar. Hətta bir qrup insanı çaşdıra da bilirlər. Çünki onların mülayim danışması, sözlərində dadlı sözlərdən istifadə etməsi səbəb olub ki, insanlar düşünürlər ki, bu cür mülayim danışan insan, bu cür təmkinlə danışan insan əminlik də demək olar ki, o doğru danışır. Elə deyil. Ona görə birinci gərək doğruluğumuza fikir verək. Quran-ı Kərim nə deyir? Ya eyyuhəl-ləzīnə amenuttaqullah və kunu məəs-sadiqin. İman gətirənlərə bildirir ki, Allah mütəal, Allahdan qorxun və doğrucularla, sadiqlərlə, ən gözəl tərcümə budur. Sadiqlərlə birgə olun. Əlbəttə, sadiqlərin birinci nümunəsi Peyğəmbər sallallahu və onun pak olan əhl-i beytidir. Onlarla birgə olun. Yəni, görün, Allah bildirir ki, niyə sadiqlərlə birgə olun? Sadiqlərlə birgə olsanız, özünüz də sadiqlərdən olacaqsınız. Yəni, söz bu qədər önəmli bir məfhumdur ki, insan, biz əlbəttə doğruluq deyəndə təkcə sözü nəzərdə tutmuruq. Amma insanın sözü doğrudursa, onun əməli də doğru olmuş olacaq. İnsanın sözü doğru deyilsə, onun əməlində doğru olmağı bizim gözləməyimiz mənasız bir gözləntidir. Çünki sözün özü, belə desək, ifadə olunarkən, insan nəsə bir maddi bir şey ödəyib danışmır ki. Yox, insan əgər sözündə belə doğru deyilsə, əməldə ondan nəsə ki, bir şey tələb olunur, əməl axı insandan əziyyət istəyir. Bu, ən rahat olan sözündə doğru deyilsə, əməldə heç doğru olmaz. Hətta deyə bilərik ki, yəni danışdığı sözə əməl etmirsə, qarşısındakına belə təsir edə bilməz. Təsir etmə gücü olmaz onun. Təsir etmə gücü... Hətta üzr istəyirəm, böyüklərinin ifadəsi də var ki, deyir biz bir topluma hansısa bir çatdırmaq istədiyimiz şeyə həyatımızda ən azından 40 gün yaşamadıqca biz onu danışmırdıq. Baxın, doğrudur. Amma təsir etmə gücü hansı baxımdan olmaz? Biz hansı baxımdan? Doğru baxımdan olmaz. Yanlış baxımdan dediyimiz kimi təsir edə bilər. Yanlış baxımdan kimsə kimisə sözü ilə aldada bilər. Aldadılmanın ən böyük növü sözlə edilən aldadılmadır. Yəni bir insan bir insanı sözlə aldada bilərmi? Daha rahat şəkildə. Müxtəlif qiyafələrə özünü salıb və son dərəcə xoş görkəm yaradıb, sözünü cəlbedici göstərib, kimisə aldatmaq mümkündür. Təəssüf ki, bu müəyyən bir zaman çərçivəsində. Əlbəttə, yəni davam edici olmaz bu. Davam edici olmaz. Amma bəzən davam edici ola bilir. Niyə belə dediyimsə? Səbəb bundan ibarətdir ki, bəzən insan inanmaq istəyir. İnsan elə hal ola bilir ki, o inanmaq istəyir. Bizimcə bir ifadə var, deyir ki, bir insana aldadıldığını başa salmaq çox çətindir. Amma buna nisbət onu aldatmaq çox asandır. Çünki özü aldanmaq istəyir. Aldanmaq istəyir. Bilirsiniz, bəzən insanlar doğrunu demək üçün danışmır. İnandırmaq üçün danışır. Əgər mən doğrunu danışmaq üçün özümü ifadə edirəmsə, inandırmaq dərdim olmur. Çünki əsas məsələ mənim doğruluğu olan sadiqliyimdir. Amma bəzən belə olmur. Bəzən inandırmaq üçün danışılır. İnandırmaq da elə bir şeydir ki, orada istənilən manipulyativ davranışlara və sözlərə yol verilmə halı baş verə bilir. Niyə? Çünki məqsəd doğrunu demək deyil. Məqsəd inandırmaqdır. İnandırmaq da yalançı bir adam da kimisə inandırmağa çalışa bilər. Amma doğru danışan adamın görkəmi nədir? Onun əsas qayəsi doğrunu doğru şəkildə ifadə etməkdir. Amma bir baxımdan da bayaq da dedik, Quran-ı Kərim deyir ki, doğrunu ifadə edəndə də burada diqqətli olmaq lazımdır. Hz. Musa əleyhissalamla Harun qardaşına Quran-ı Kərimlər deyir. Deyir ki, Taha surəsində İzhəbə ilə Firavuna innehu tağa. Deyir ki, gedin Firavunun yanında o tuğyan eləyib, onun yanına gedin. Amma deyir, onunla mülayim danışın. Niyə?
Haqlısınız, haqlısınız. Onda niyə bəs mülayim danışaq? Bəlkə o qəbul etdi və yaxud çəkindi, qorxdu. Görürsünüz, söz çox önəmlidir. Söz çox önəmli olduğu kimi sözü necə demək də önəmlidir. Baxın, sözün bizim həyatımıza nə qədər təsiri var ki, Allah bildirir ki, diqqətli olun. Bir sözünüzlə bir adamı yaşamağa təşviq də edə bilərsiniz. Bir sözünüzlə bir adamı yaşamaq hissindən məhrum da edə bilərsiniz. Bir sözünüzlə həyatı onun gözündə gözəlləşdirə də bilərsiniz. Bircə sözünüzlə həyatı kiminsə gözündə xarabalığa da çevirə bilərsiniz. Və insan elə bir varlıqdır ki, əgər onu aldadırlarsa, xüsusən kimsə onu yalan deyib aldadıbsa, onu güvən etmiş olur. O artıq kimi görürsə, həmin timsalda görür. Görün sözün nə qədər təsiri var. Quran-ı Kərimdə buyurulur: "Bəndələrimə de, gözəl sözlər söyləsinlər." Fərid müəllim, İslam dini insanı necə danışmağa təşviq edir? Sözün imana və ruhun inkişafına təsiri nə qədər güclüdür? İnsan sözü ilə həm mənəvi yüksələ, həm də tənəzzül edə bilərmi? Kamil insanın sözü də kamil ola bilərmi? Həzrət Əli əleyhissalam bir hədisində buyururdu ki, ağıl kamilləşdikcə danışıq azalar. Yəni insan kamil insan ideyasına doğru getdikcə, kamilləşdikcə və mənəvi paklıq əldə etdiyi zaman onun danışığı nə zaman azalar? Yəni boş sözlərdən istifadə etməz. Biz elə bilirik ki, elə israf odur ki, maddi şeylərdə olur. İsraf odur ki, əşyalarda olur, geyimlərdə olur. Elə deyil. İsraf eyni zamanda da sözdə olur. Sözün də israfı var. Sözün israfına biz bəzən diqqət etmirik. Sözün israfı budur ki, çox olsun. Və hətta sözün israfı bəzən digər israf nümunələrindən daha ciddi şəkildə zərərlərə səbəb ola bilir. Və siz baxsanız, Quran-ı Kərim ki deyir, bəli, Həzrəti Peyğəmbər sallavatullahın da bu barədə ifadələri var. Deyir ki, yəni danışırsınızsa, ya xeyirli söz söyləyin, ya da susun. Yəni israf etməyin. Bilirsiniz, söz elə bir məhfumdur ki, Allah ki Quran-ı Kərimdə buyurur: "Ud'uni əstəcib ləkum." Məni çağırın ki, mən sizin bu çağırışınıza cavab verin. Biz Allahı necə çağıra bilirik? Sözümüzlə. Allahla necə rabitə qururuq? Sözümüzlə. Allaha necə dua edirik? Sözümüzlə dua edirik. Görün, söz özü bizimlə Allahın arasında o rabitəni qoruyur. Xüsusi bir rabitədir. Sözün bir dəyərinə siz baxın. Və əlbəttə insan mənəvi baxımdan kamilləşmə zamanında sözün önəmi varmı? Onun üçün əlbəttə var. Bir gün belə bir rəvayət var ki, bunu Həzrəti Loğman əleyhissalama da aid eləyirlər. Bir şah öz vəzirinə bildirdi ki, mənim üçün dünyanın ən şirin yeməyini gətir. Vəzir də onun üçün bişirdilmiş bir dil gətirdi. Və sonra bu zaman padişah dedi ki, mənim üçün indi dünyanın ən acı yeməyini gətir. Yenə də vəzir onun üçün bir dil gətirdi, bişirdilmiş bir dil, yemək olaraq. Onda padişah dedi ki, axı mən sənə ən şirin dedim, eyni yeməyi gətirdim. Ən acı yemək dedim, yenə eyni yeməyi gətirdim. Vəzir onda dedi ki, bu elə dünyanın ən şirin və ən acı yeməyidir. Dil yəni, əgər ondan xoş şəkildə istifadə olunarsa, ən şirin yeməkdir. Acı şəkildə istifadə olunarsa, ən ağır və ən acı yeməkdir. Ona görə Həzrət Əli əleyhissalam bir kəlamında buyurdu ki, nə çox qan tökülüb ki, ona səbəb söz olub. Söz yəni çox önəmlidir. İnsanlar söz vasitəsilə bir-birlərinə olan sevgilərini etiraf edirlər. Bir-birlərinə olan nifrəti belə sözlə ifadə edirlər. Və o gündən ki, onun da qədərini bilməzlər. Hətta ilk iman da sözlə iqrar olunur. Əlbəttə, sözlə imanın sizin sözünüzə qüvvət tərifi necə idi? Sözlə iqrar etmək, bəli, insan sonra qəlbi ilə təsdiq etməyi və bütün bədən üzvləri ilə buna şəhadət verməsi. Amma sözün burada da Allah önəmini vurğulayır. Və siz baxsanız, insanlar bəli, iman baxımından sözlərini ifadə etmə şəkilləri ilə imanlarının çoxalmasını və azalmasını da müşahidə edə bilirik. Bir insan əgər nalayiq sözlərdən istifadə edirsə, onun o zaman biz bilirik ki, Allah yanında bir dəyəri olmaz. Bayaq qeyd etdiyiniz kimi,
Hədis var ki, Həzrət Peyğəmbər sallallahu buyurur ki, bu hədis Şeyx Saduq rəhmətullah əleyhin Xisal əsərində də var. Buyururdu ki, İmam Sadiq əleyhissalamdan da bu hədis nəql olunub. Bir insan əgər 40 gün ərzində öz dilinə riayət edə bilsə, dilini qoruya bilsə, Allah onun dilindən hikmət çeşməsini açdırar. Peyğəmbər sallallahu buyururdu ki, Nəcatul mümin fi hifzi lisani. Müminin nicatı onun dilini qorumasındadır. Həzrət Əli əleyhissalam da buyurdu ki, heç bir şey dil qədər həbs olunmağa layiq deyil. Yəni bu dil dedikdə yəni sözün önəmini göstərir. Və biz sözsüz insan təsəvvür edə bilmərik və bəzən sözlə gərək geniş şəkildə ifadə edək. Biz bəzən söz kəlməyə deyilməz təkcə. Təkcə söz kəlmə deyil. Bəzən bir insan danışmadan da söz demiş ola bilər. İnsan ola bilər ki, onun baxışı da söz olsun. Onun əli ilə işarəsi də söz olsun. Söz daha geniş bir, belə desək, məfhumdur ki, biz bunun fərqində olmalıyıq. Və söz Allahın insana ən böyük nemətlərindən biridir. Hətta həqiqi bir müsəlman necə olmalıdır deyiləndə, orada söz də, dili də nəzərə çarpır ki, yəni dilini qoruyan, dilini əməl edən həqiqi bir müsəlman ola bilər. Orada Peyğəmbər sallallahu deyir ki, dilindən, əlindən həmin olduğu cəmaatın şəxsi. Ona görə biz baxmalıyıq ki, bu önəmli mövzudur və çox hallarda da insanı elə bu baxımdan aldada bilirlər. İnsanların bir qismini İmam Sadiq əleyhissalamın ki, hədisi var və bu hədis məşhur hədisdir. İmam əleyhissalam buyurdu ki, deyir, bəzən elə bir insan görərsən ki, onun danışığında bircə ləm və vav hərfi qədər bir səhv görməzsən. Yaxşı danışar, amma onun qəlbi qaranlıq gecədən daha qaranlıqdır. Amma bəzən bir insan görərsən ki, ləm və vav hərfi qədər doğru ifadə edə bilməz öz fikrini. Amma onun qəlbi parlaq bir gündüzdən daha parlaqdır, parlaq bir çıraqdan daha parlaqdır. İndi biz söz deyəndə cazibəli danışmağı nəzərdə tutmuruq. Sözün özünün də dəyəri var. Sözün özünün də dəyəri budur ki, o gərək doğru olsun. Doğrudursa o söz ola bilər. Hər kəlmə yığını söz deyil ki, nə qədər insan danışır məsələn. Sözə də zülm etmək olur. Əgər yalan danışırıqsa sözə zülm edirik. Ona görə insan eşitdiklərindən də qiyamətin günü sorğu-sual olunacaq, danışdıqlarından da sorğu-sual olunacaq. Bu sözün önəmini göstərir. Və mən deyərdim ki, həyatda ən xüsusi nemətlərdən bir neçəsini sadalamış olsaq, elə onların başında gələn nemətlərdən biri də sözdür. Çünki söz olmasa mən Allahla rabitəmi necə qurmuş olaram? Mövzu deyil, mən dilimə gətirirəm, qəlbimdə danışıram. Söz elə sözdür. Ona görə gərək biz çox diqqətli olaq. Söz mövzusu bizim çox hallarda diqqət etmədiyimiz bir mövzudur. Və ona görə bu mövzu bir qədər məzlum mövzulardan biridir. Ona görə Allah Müteal da Quran-ı Kərimdə insanları gözəl danışmağa təşviq edir və bu gözəl danışmağın birinci nümunəsi budur ki, sözünüz də gərək gözəl olsun və doğru olsun. Fərid müəllim, danışdıqlarımıza əməl etmək arzusu ilə verilişimizə gəldiyiniz üçün İslam Deyici kollektiv adından sizə öz təşəkkürümüzü bildiririk. Mən də sizə çox təşəkkür edirəm. Allah Mütealdan sizə hər zaman müvəffəqiyyət arzu edirəm. Çox sağ olun. Təşəkkür edirik. Ey insan, sözün sənin taleyindir. Sustuğuna görə bəlkə bir anlıq peşman olarsan. Amma nahaq danışdığın söz ömrün boyu, hətta əbədiyyət boyu istirabın olar. Çirkin söz qəlbi zəhərləyər, ruha qaranlıq gətirər. Amma Quran nəfəsi ilə danışanların sözü nur olar. Onları Allahın camalına aparar. Unutma, dilin bir qapıdır. Ya sənə Allahın nurunu açar, ya da qaranlıq içində tərk edər. Allaha əmanət olun.